Sabah səhər çıxırıq, gedirik marketə. Ürəyim nə istəyir, alırsınız mənə. Tamam mı? Okey. Tırçın düdü, tığsızım. Demirsiniz dilənçisən. Mən də sabahdan dilənçiliyə başlayıram. Şu. Dilənçi olmayıb adımı dilənçi çıxardınca elə dilənərəm, dilənçi olaram da. Səni. Oğuz adımı çıxıb dilənçiyə. Oy. Güllər öldü. Hə, sol deyə. Güllərin ömrə olur. Niyə elə olur? Güllər az yaşayır. Çox göylə getmə, ay bədbəxt. Mən göydə deyiləm, ay bədbəxt. Sən səviyyən çox yerlərdədir. Sürünürsən deyə məni göydə görürsən. Ya da nəsə istifadə edəmsən, uçursan hal-hazırda. Mama evdə deyir, qaqa. Mama evdə də oğlum. Göz götürmür də sözün deyən qadınları. Gerək qadın bunların yanında başın namuslu qeyriyyətdə olacağında. Mən başımı qaldıra bilmərəm, utanıram. Böyüklərimiz baxır. Yo, mən başımı qaldıra bilmərəm. Ayıbdır, tərbiyəsiz söz yazmayın dostlar. Mən sizin cavabınızı versəm əxlaqsız olacağım. Böyüklər baxır bizə, ayıbdır. Qadını qadın kimi görmək istəyənlər qadına qadın kimi sözlər yazarlar. Evdə arvadına söz deyə bilməyən qaşqaldaq gedib 2 dənə özünü oxşayan dostunu da fake hesab açıb çayxanada oturub 50 qəpikli çay var. Saatlarla oturur çayxananın yəsin mazq eləyir, söyüş sahibi olur, oturur yenə də içir. Wi-Fi-yə görə oturur saatlarla çayxanada. Arvadına söz deyə bilməyən kişiciklər var bəzi. Qaynata şotun adam olanlar. Evdə fərə, çöldə kəli olanlar. Arvadına söz deyə bilməyib, gedib fake hesab açır, özü kimi də dostunu otuzdurur yanında. Dəvəy, yaman cənnətib, dəvəy. Filan kəs, sən yevi belə-belə eləyim. Sənin nəslin hara baxır, dəvəy. Yaxşı deyirəm, elələrinə də cavabımı verirəm. Kişiciklər. Kişiciklər. Qadında qadınlıq görmək istəyir, dilimizi soxun bir yerimizə. Onda da qadında qadınlıq görəcəksiniz. Qadın bambul deyil. Bildiniz? Qadında qadınlıq görmək istəyir, dilimizi soxun bir yer gözünüzə. Söyüş yazmayın burada. Ya bu kişi olaraq özünə hörmət eləməyib, gəlib hansısa qadına pozğun yazacaq. Qadın da buna baxıb çox sağ ol deyəcək ki, mən qadınam. Səviyyəsizdir də onu yazan. Aylin Senem Gomez oxşur. Shakira da Aylin. Ya da yox, Shakira mənim, Selena Gomez odur. Neynəmişsən bugün işinə? Getdim 3 mərtəbə, oradan da getdim dırnağıma, oradan da gəldim evimə. Vaxt getdi, vaxt uçur, vaxtı saxlamaq olmur.
Bu kim listeye atır? Çıkırt da. Kaçta olacaq? Sabah. Mənim dırnağımdan ola bilməz. Mənim dırnağım qatma. Benim tırnaklarım farklı cicim. Saçın yağdı, hər yer yağdı. Sən mənim saçımın dərdini götürmə. Təmizkar bacım. Futbol baxamam ha. Sevmirəm. Futbol nə? Heç futbola marağım yoxdur. Kasabada. Pivə içirsən, hə, pivə içirəm. Ne olub olmaz? Olmaz, Novruz. Nuş olsun, şaşa. Olar. Tosağı yüzünden. Eşref nedir? Kapıda da açık girir içeri. Al güne bak sentyabrda. Lemon. Lemon bu sözleri oradan. Ben de sentyabrlarında. Ben kız burcuyum, teresi değilim. Açıq qaşqaldıqları vecimə damıram. Qrup açıb gəlib yazanlar var. Dolma. Heç nə demirəm. Həmişə demişəm ki, Allaha tapşırmışam. Mənim əlim ölənə qədər Allahda qalacaq. Mənə şər atanları Allaha tapşırmışam. Heç vaxtı da həyatım boyu da halallıq verməyəcəm. Həyatım boyu da versəm kişi qızı deyiləm. Verməyəcəm. Verməyəcəm. Heç vaxt da verməyəcəm. Ara qızışdırırlar, mən də qızışıram. Verməyəcəm mən də. İnsan bəzən mərhəmətinə düşür, mərhəmətinə uduzur. Amma bəzən də var ha, Allaha and olsun, halallıq verməmək, bağışlamamaq səni qabağa aparar çemki dala. Heç vaxt mərhəmətinizə düşməyin, həyatı boyu. Düşməyin. Kim haqqınıza girir, Allaha tapşırın. Durduq yerə ki tapşırmırsınız. Şalvar deyib, dondu. Arada məndə də olur. Mərhəmətimə düşürəm, ürəyimin zəifliyinə düşürəm. Mərhəmətim məni uduzdurur. Qoyurlar uduzdursun. Dövmə, atavın başı. Doluma girsin dədəvin gözünə. Ləlünlər.
Dolma nədir? Yarpaq. İstəsəz sizə də pişirərəm. Dolma. Dadlı olur. Elə qəşəngdə. Bəlkə görüşək, piknik edəyək. Hamımıza da dolma verim. Elə dadlıdır. Qabda pişirim, gətirim. Stalitini ilə, bəh. Nə gedər? Nə deyirəm ki? Deyirlər dolma, deyirəm dolma. Ala, все. Bombadır, dolmadır, bombadır. Olmaz var, onun adı nədir? Sən oğlan xeyli olmazı niyə soruşursan məndən? Ay qardaş, oğlanlar üçün deyil olmaz ömrüm. Kişisən. Oğlan deyirsən. Deyənmərəm, məni cərmələyərlər. İcazə yoxdur. Bağışlayın. Şamaxılısan, həri. Əslən Şamaxılıyam, amma Bakıdan adan olmuşam. 5 nömrəli xəstəxanada gecə bir şey işləmir. 4 kilo 300 qram. Karişli saçda. İnqə eləyib gəlmişəm. Həkimin qucağından düşənə yaxın tutub saxlayıb. Düşməmişəm beləyəm. Düşsəydim nə olardım görəcəm. Hər şeyimi bilirsiniz də. Harada qalırsan? Bakıda. Əslən Şamaxılıyam. Atam haraldı, mən də oralı sayılıram da. Dörtlü sabada. Bürcüm qızdı. Desin çağda eləyirsiniz, yaman maraqlanırsınız. 17 sentyabr 2019. Eləməyin boş-boşuna. Adımı dəyişmişəm, mənə cadı batmayacaq. Getdim, adımı dəyişdim. 2019. Bəli. Azmırtdaşıram da 1992. 40 yaşım olur öyle. Ay Allah, qocalırıq ayıp olsa. Az haqqı dəyişdim, məzələnmirəm, inanmırsınız. May idim, maygül oldu. Mən burada bəzi xoşuma gəlməyən ekran qayıtları var. Məni yaxşı paylaşanlara demirəm, pis paylaşanlara demirəm. Şəxsiyyət vəsiqəsindən sildirəcəm o qayıtlarınızı. Ya direktiviz açın, sizə salam yazanda cavab verin, direkti bağlamayın. Ya da şəxsiyyətindən səhifəni vızqırt eləyəcəm. Ad dəyişmə hər adam edə bilmir. Tıkanışını eləyə bilmir. O düzgün bir şey deyil, mırtdaşıram mən. Bəzən insan adını dəyişəndə taleyin dəyişir. Olmaz. Qəti şəkildə. Elə olsa hamı gedər adını dəyişər. Elə bir şey eləməyin. İnsanın taleyi dəyişir. Ana, yaxşı şey deyil. Həqiqi, конечно.
yaxşılığa. Məncə yox. Düşər düşməzi var. Cadı batmır. Xanım, ad dəyişməməklə cadı batmasaydı, onda hamı gedib adını dəyişərdi, şux şən qoyardı.